وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyye ve da'ma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah qardaşlar. Allah həmd olsun. Allah bizi cəm eləyib. Bu balaca məclis olsa da elhamdülillah bir yerdə və dinimiz ümumiyyətlə dinimiz cəmaata üstünlüyü verib həmişə. İbadətdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim namazı cəmaatla qılsa 27 dəfə əfsəldir tək qılmaqdan. Və cəmaatda olmaq fəzilətdir, ayrılmaq günahdır. Və lakin cəmaat deyəndə neçə nəfər olmalıdır? Neçə nəfər olmalıdır ki, səndə cəmaat olsun? Yəni, sayla deyil. Yəni, bəziləri elə fikirləşir, o tərəf çoxdur, deməli, o tərəf düzdür, o səhv fikirdir, yanaşma. Cəmaat, necə bir Məsud deyir, cəmaat tək olsan da cəmaatsan. Lakin əsas nə deyir? Haqq üzərində olasan. Ona görə bir gün eşidirik, bütün proletarlar, kommunistlər demişkən, birləşin və sağ lozinglar, o vaxt ki, şuarlar. Lakin məstər qeyd olunmur. Məstər qeyd olunmur. O cür yığıncaq batildir. Yəni, o cür yığıncaq keyfiyyətsizdir. Səbimi olmur, səmiyyət olmur və s. Hər kəs öz əqidəsində. Necə biz görürük, şahid olduğu mümeyyiləri. Mümeyyilərsə o gündədir. Əgər mümeyyiləri belə araşdırırsan, hərəsi bir mənhəci var. Bir yanaşması var. İkisinin bir yanaşmasıdır, beşinin bir yanaşmasıdır. Bəzi məsələlərdə bu belə fikirləşir, bəzi məsələlərdə bu belə fikirləşir ki, ola bilər məsələdə, fikri məsələdə ola bilər, amma etiqadı mənhəci məsələlərində. Və qıraqdan da göstərir ki, biz cəmaatda, o cəmaat sayılmır. Cəmaat necə təyin olunur, nəyin üzərindəsən onunla. Elhamdülillah, indi biz Ramazan gəlir, artıq bir neçə gün qalıb. Elhamdülillah, necə bundan öncə də danışdıq. Yəni, bu aya tövbə ilə girmək, bu ay, elhamdülillah, ən əfsəl əməllərdən bu ayda Quran-ı Kərim oxumaq. Çünki Allah subhanət hələ məhz qeyd edir ki, bu ay nazil edib. Şəhru Ramazan, əlləzi unzilə fihil Qur'an, əl-əyə. Yəni, Ramazanı qeyd edir və hansı ki, o Ramazan ki, hansı ki, o ay Quran nazil etdi. Bu ay Quran aydır. Ona görə sələfin biz, məsələn, həyatını oxuyanda görürük ki, tərk edirdilər hər şeyi və ancaq Allahın kəlamını oxuyurlar. Çünki ibadət ayıdır bu. Yəni, ibadət ayıdır. Və həmçinin də, ümumiyyətlə, istirahət ayıdır həmçinin. Mömin üçün dünyadan. Dünya yorur. Dünya yorur. İbadət isə insanı rahatlaşdırır, qidalandırır ruhi, rahatlaşdırır, uzaqlaşdırır haramlardan, təhlükələrdən uzaqlaşdırır. Böyük mənalar var, hamısı böyük mənalar var şəriətdə. Ona görə, qardaşlar, gözəl bir ay gəlir, Quran ayıdır. Ən əfzəl əməllərdən Quran-ı Kərim oxumaq, ən əfzəl əməllərdən dua eləmək. Peyğəmbər sallallahu aleyhi ve sellem oruç tutanın duası qabuldur. Oruç tutanın duası qabuldur. Və oruç düz deyil, oruç bir dənə Ramazana, oruç ibadət kimi bir dənə Ramazana xas deyil. Hər həftə oruç var, 1-ci, 4-cü gün. Hər ay oruç var, 13, 14, 15-i müsəlman ayına, xristiyan ayına yox. Sonra əlavə, məsələn, gəlir bəzi günlər oruc. Və lakin, yəni, Ramazandakı oruc başqadır, düzdür. Ramazandakı oruc başqadır. Bəli, həm orucdur, həm də Ramazan ayı. O da yeri var. Bir dənə oruc deyil. Ona görə orucluqda, məsələn, sən əlaqənlə birdən orucu pozsun, 2 ay tamamlı oruç tutursan. Ramazan ayında orucu tutsan. Amma Ramazanın qəzasını tutsan, başqa ayda o cür pozsan, bir gündür. Fikirsən, ayın olmağı təsirləyir. Ramazan bir daha orucla deyil, həm ayın özü fəzilətlidir. Ona görə, qardaşlar, ən əfsəl əməllərdən Quran-ı Kərim oxumaq, dua eləmək,
elm məclislərinə, elmə üstünlük vermək, elmə qulaq asmaq xüsusən də oruca aid. Və həmçinin kimin imkanı var, məsələn, sədəqə vermək, kimin imkanı var, ümrə eləmək. Çünki orucluqda ümrə ən əfzəl əməllərdəndir, necə qeyd olunur. Və ona görə çalış, yəni ayı keyfiyyətli keçir, vaxtını səmərəli et, hədər gedməsin, yəni bütün ay yatma. Yəni özünə hazırla. Elə bu qədər qardaşlar, Allah bizə işli faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.